Gəl. Allah. Salam aleykum dəyərli izləyicilər. Hər vaxtınız xeyir olsun. Bir ay keçmə, 2 nömrəli məktəbin həyətindən ev hissələrinə nəzərinə. 3 otaq, təmiz zakon 2 mərtəbə, altına kimi hər şeyi çəkib göstərəcəm. Çəkilişə mətbəxdən başlamışım. Özü üçün tikilmə evi. Nəzərinizə çatdığım üçün bax evi deyil. Çıxarış fərdi yaşayışdır. Ümumi ev qarışıq evin sahəsi sok yanından inşa olunub. Düz məktəbin yanıdır. Evin də həyətinin rahatçılığıyla 2 maşın daxil ola bilir. Sola kimi bax, evi tam ətraflı sizə göstərəcəm. Biraz zəmanımızı koridorun başından dəl çəkərdik. Ay gözəl insanlar. Evimizin koridoru hissəsidir. Bu evi bir neçə ay öncə çəkmişəm. Bir neçə ay öncə çəkmişəm. Bir balaca problemlər var idi. Yerindən üzrə etiqadı satışa. Ama koridor sistemini görürsünüz, koridorunda atapliyini. Yəni evə gələndə görəcəksiniz ki, evi necə istiliyi, hərarəti yerindədir. Evimiz, onu deyim ki, əşyalı 100.000 manat, əşyasız 95.000 manat. Amma hər iki qiymətlə gələndə razılaşma olmalı. Gəl bura, zəhmət olmasa. Yataq otaqlarını göstər, seçkiləri, zəhmət olmasa təqdim elər. Evimizin bütün otaqları gözəl insanlar. Genişdir, gəl bura. Yəni, bura mən detisk otaq deməzdim. Yəni, həqiqətən, normal detisk otaqlarım çox böyükdür. Remontu təzədir. Yəni, burada heç bir şey əl vuracağımız bir şey yoxdur. Tam full təmin. Burası sanatar qoşardır. Maşallah. Gəl. Və bu evimizin qonaq otağıdır. Evimizin qonaq otağının gəldiyini qatıyım. Həqiqətən bu evin maşallah olur. Gözəl insanlar. Yenə də nəzərinizə çatdığım ki, böyük və geniş 3 otaq sistemləri nəzərə gəlirsiniz, bu ilə baxırsınız, reallıqda ciddi şəkildə inşallah qiymətlər qarşı ideal bir evdir. Həqiqətən posta qardaşa qisməti olsa evdir. Ona da bax indi evin mən parmağım amma birinci mərtəbəsindən düşəndə görəcəksiniz. Tam remont elə birinci mərtəbədən ki, yaşa. Saxlayıb video keçəyim. Gözəl insanlar, bax. Bu evimizin nərdivan hissəsidir. Gəl buradan bir şey aşağıdayız. Tam həyəti çəkməyəcəyik. Tam həyəti. Çünki həyətdə yəni paltarlar sərilib deyən tam ətraflı göstərmirik. Həyətə gələndə baxarsınız. Ümumi deyim də, evdən sonra həyətin qalan hissəsi təxminən deyirəm, haradasa bir 6 metr. Eni, uzunluğu da ki 12 metr, böyle uzunluğu var. Gəl buraya qardaş. Bax. Evimizin tabuları hissəsidir. Gördüyün kimi bir dənə qıraqdan tam götür elə. Burada yəni problem yox, bir dəsmallardır. Baxdığım, gördüyümüz kimi hər bir şey tam operativ qaydada inşa olunur. Buradan bununla qoydum beraber. Tam təbii də, tam təbii reklam gedir. Bax bir dəqiqə, təbii. Bizim seçdiyimiz yerlərdə gəlin, baxın. Yəni, məxsusən zəhmət olmasa, bax, kəmərin görürsünüz. Bütün pirqarodkaların üstündən də kəmər gedir. Hərçək ki, bunu Azərbaycanda %80% insan eləmir. Bax, gəl bura. Bax, evim də, bax, buradan durduğum yerdən tam qupquru ərazidir. Bax, durduğum yerə baxın. Millərin arasına 40 santdan bir millər atılıb. 5-15 laqalardır, kəmərləri var. Buranı remont elə qardaş, yaşa da. İmkanın var, remont elə yaşa. Bax, bunun da altını betonlar kimi, bax, burada görsənir. Hər bir şey. Özü üçün tikilməyədir. Yəni deyirəm, maklet evi deyil. Gördüyünüz kimi. Bax, hər bir şey öz qaydasında. Yuxarının tertiyajı necə qardaş? Aşağının da tertiyajı o qaydadadır. Gəlirsən inşallah, qiymətdən razılaşırıq. Allah alana da, satana da xeyir versin. Salam aleykum.